Amma saçlarım olmadığına görə biraz özümü narahat hiss edirəm. Amma saçlarım tökülüb, çox tökülüb saçlarım. Nə bilim maska ilə, nə bilim çox şeydə saçlarıma eləyirəm. Ki əmələ gəlsin, tökülməsin. Əmələ gəlsin, o gör Allahın köməkliyindən uzanacaq. Amma yenə də qaynaqlarıma qaydacaq. Mən neçə vaxtı döyüğa bişirmirəm. Mən həmişə oruçluq ayında, deməli, bütün mənim yanımda evdə işləyənlər, işçilərim, öz komandam, yəni hamısına mütləq şəkildə oruç tutmağı vacib görürəm onlara. İndi bilmirəm, onların mən günah daşıyıram yoxsa yox, düşünürəm günah daşımaram günahda. Və onlar mənlə birlikdə hamımız orucu. İndi mən axşama Allah qoysa, dedim özüm üzərimlə bir döyüğa bişirim. Sonra ət çıxartmışam, bunu bir qəşək kartoşka ilə qoyurum. Onlar üçün də iftar üstüləri hazırlayım. Əslində iftardan sonrası heç nə yemək olmur. Bu arada da baxın, mənə çox suallar verirsiniz ki, niyə yoxsunuz, niyə çıxmırsınız, niyə görsənmirsiniz, niyə Rəqsan xanım, yəni bu qədər uzaqlaşmışsınız sənətdən. Əslində mən sənətdən uzaqlaşmamışam, çox mahnılar üzərində çalışırıq, çox mahnılar üzərində işləyirəm və alınmadım mahnıma gəldikdə isə mən düşünürəm ki, oruçluq ayında heç kim heç kəsin qəlbinə dəyməməlidir, qırmamalıdır. Bir. İkinci də ki, Hikmət Aslanovla mənim illəri bağlayacaq bir yolumuz olubdur. Mən onun çox mahnılarını oxumuşam və o mahnılarını da populyarlıq qazanmışam və Rəqsan olaraq özünü təqdim eləmişəm. Sadəcə olaraq bəzən, bilmirəm, deyir, xarakterindən insan doğulur. Demək görür ki, boşqabdan yiyib tutaracam. Hikmətin xasiyyəti, xarakteri belədir. Efirdə gördüm, sual verirlər və Hikmət mənim mahnımı YouTube'dan dayandırsa belə, mahnının söz hüquqları məndədir. Xəyam bəyə təşəkkür edirəm. O mahnının söz hüquqları məndədir. Hansı ki, onu Hikmət oxuyub, onun YouTube səhifəsində var. Amma mən Rəqsanə olaraq, mən öz qeyrətimə, öz qadınlığıma, öz insanlığıma güvənib, etibar edib özümə o addımı atmadım, o mahnısını bağlatdırmadım. Bizim komandanın uşaqları bilir ki, Rəqsan xanım sözün haqqı bizdədir. Xəyam bənin sözün haqqını sizə verirdi. Gəlin onun mahnısını YouTube'dan sildirək. Əslində istədim. Amma sonra dedim, ay Allah, sən özün hər şeyi görənsən. Bir mahnı ilə nə Hikmət milyonçu olası deyil, nə də bir mahnı ilə mən var-dövlət sahibi olası deyiləm. Bəlkə də bəzilərini Hikmət Aslanov'u bu qədər tanımırsınız. Tanışlıq verirəm ki, tanıyasınız da. Mənim inanımı, Paris sən gəldin, indi məni gözləmə, sən yoxsa. Bütün mahnılarımın demək olar ki,